Credo Baby, xoşbəxt anaların seçimi. Çok qəribədir ki, veriliş başlamazdan öncə ki, deyirik start, amma ondan bilsəz ki, kadr arxası, Tağım Elmini qəşəng misallar çəkir və mən də qəşəng eləyib gülürəm və çox xoşuma gəlir. Nəyi demək istəyir? Tağım Əlim həmişə deyir ki, mən nə deyirəm, onu təhrif edib bir başqa başlıq altında çıxarırlar. Başqa formada və Tağım Əlimin reaksiyası, alışmışam artıq deyir, belə alışmışam. Doğrudan elədir. Bir həyat tərzidir bu artıq. Mətən xan illər keçdikcə adam alışırmış. Əvvəllər az qala vuruşmaq istəyirdim, məhkəməyə vermək istəyirdim. Kimsən, nəticən, bunu niyə belə yazmısan? Sonra da fikirləşdim ki, tək mənə yox, indi siz tanıdığınız show biznes adamlarına da elə yazıq ağzını açıb bu cür deyir. Bir də gözü bu yandan bu formada verdilər, getdi. Getdi. Getdilər, düşdülər bunun üstünə. Vay o gündən ki, sən dinə onu təzdən bir də o yaranı qaşıyasan da belə deyə. Təzdən gəlsən, yo, elə olmayıb, əslində da təzdən onun bir də başqa formada bir də verirlər. Məsələ budur. Baxın, bizim qonağımız var. Əslində artıq bizim ailənin bir üzvüdür. Xəyanət serialı bir ailədir bizim üçün. Oranın aktyorları, oradakı bütün belə deyək də yaradıcı heyət bizim üçün çox doğmadır və Tural Ələkbərov bilirsiniz ki, Ələkbər rolundasan. Necəsən Tural? Keçən verilişdən bu tərəfə nə hisslər keçirdin? Yəni xoşuma gəlib deyəsə veriliş, bir də gəldin. Hər birinizi xoş gördük. Çox bəyəndim keçən dəfə. Əsas odur, biraz tənqid edənlərin sayı azaldı keçən verilişdən sonra. Hətta. Müsbət tərəfləri var. Başa düşdülər ki, siz o deyilsiniz. Bu verilişdən sonra qorxuram elçi göndərənlər də olsun sizə. Ümid. Bir ümid gəlmişik. Aha. Harda olmusunuz belə qaralmışsınız? Çox belə rənginiz qaralıb ya başa düşmədim. Sualların artıq gələcəyindən qorxub rənginiz boğulub. Yəni necə? Biraz özümüzü günəşə... Çox üzr istəyirəm. Türklər ona qış günəşi deyirlər də, qış günəşi. Amma yaz günəşi adamı dəhşət qaraldır. Qışı bilirəm mən. Yaz günəşi də qaraldır. Hə, o qaraldır. Ona görə də yaydan elə qorxmayın, amma yaz, qış günəşi adamı qaraldır. Biraz havada çox belə o dediyimiz kimi gəzdirsə çox tutar. Yaxşı, qış günəşi, yaz günəşi belə qaraldır. Əhvalınızı nə qaralda bilər? Hansı hadisə, hansı söz, hansı sual, hansı yanaşma, hansı geyim? Bəzən olur ya geyimdə. Dedim, bu nədir? Almışam heç, mən xoş deyil. Əhvalı dəyişir də. Nə dəyişə bilər sizə? Əhvalımızı, yəni mənim əhvalımdan söhbət gedirsə... Qardaş, konkret sizin əhvalınızdan. Mənim əhvalımdan sizə nə? Mənim əhvalımı, sevmədiyim insanlarla bir ortamda olsam, bir ətrafda olsam... O niyə olursan ki? Yəni, məsələn deyirəm, o mənim əhvalımdan Və elə bu qədərmi? Bəli. İnsan faktoru. Baxın, bir dənə əşya, bir dənə bir şey demədi. İnsan faktoru. Eyni düşüncə, nə hava qanımı qaralda bilər, nə əşyalar, ancaq insan. İnsan real qəbul olunur axı insan, beyin tərəfindən real qəbul olunur. Haqsızlıq. Haqlı yerə olsun. Mən indi haqsızlıq deyib fəlsəfi cümlə qurmaq istəmədim, amma deyirəm ki, yəni bəzən olur da insanların negativliyini hiss edirsən, aurasını hiss edirsən, qurduğu cümlələrdən söz atmaq istədiyini hiss edirsən, o insanlarla bir ortamda olmamaq məncə daha yaxşıdır. Mən bəzən elə olur ki, yediyim yeməkdən agressiv oluram. Nə deyə yedim? Amma məcburam onu yeməyə ac qalmamaq üçün. Əşyalar da sizə əsəbləşdirmək olar. Gəlin belə deyək, insanlar məni o qədər də, baxın, fərqli fikirləşirik. Çünki mən onlarla o dərhal adaptasiya oluram. Amma yeməkdir, geyimdir, əşya mənim qanımı qaraldır və əsəblərimə toxunur. Bax, gözlüm, mən tam başqa quruluşda bir insanam. Yəni, insanlar heç vecimə deyil. Saatlarla tıxacda qalaram, heç ruhum da inciməz. Ona da bir cür, çox qəribə mənim xasiyyətim var. Amma bəzən olar ki, hansısa bir əşya mənim artıq qıcıq verir. Bir şəxsi qəbul edirsiniz də onu. İnsanlar axı bizim üçün, hər cəmiyyətdə oluruq, sosiallaşırıq, hər cür insan var. Artıq alışmışsınız ünsiyyətə. Olur ki də. Bu işinizdən irəli gəlir də. Yeməkdir də. O yüzden ki, yeməyə qarşı mən bir dəfə yeyərəm, amma yeyəndə də istəyirəm ki, belə dadlı bir şey olsa. İnandırım ki, sizin də Allah verən də nədir? Bəzən istəyirəm ki, ağlayım ki, bu nədir belə yeyirəm? Ay can, maraqlıdır. Deyirəm ki, bu mənim psixikama təsir eləyir. Burada o yoxdur, yəni istədiyim bir şey yoxdur orada. O da evdir də, indi üzü yaya götürüb, badımcan çığırtması var, lobiyası var. Amma görəm yox, heç çatmır axı mənə. Geyimdə də belədir, Vətən xanım sizdə?
Geyimdə yox. Çox fikir Mən verirsən. məsəl üçün bir geyimi 35 dəfə geyinərəm efirə. Vecimə deyil. Məsəl üçün aparıcı var ki, elə bizdə aparıcılar var. Bir geyimi ikinci dəfə geyinməz. Mən bir geyimi 22-ci dəfə də geyinərəm. Yəni mən bilirəm ki, o səliqəlidir və yaraşır mənə. Yoxdur da, elə budur. Yəni ona budur. takıntı yoxdur. Takıntım yoxdur. Bir paltarı 30 dəfə toya da geyinərəm. O şey də yoxdur məndə. Bir ayaqqabını gedib təmir də elətdirib geyinə bilərəm. Belə şeylər yoxdur məndə. Amma Vizualist deyil də, Vətən xanım. necə? İnsan haqqı vizualistdir. Yox, Hər yox, şeyin ən yox. Bir gözəlini şey sevəndir. budur. Amma əşya əşya mənim sinirimə toxuna bilər. Ola bilər hansısa evdə əşya özdə belə bir şey var. Televizora baxıram, amma bilirəm ki, o əşya ordadır. Belə baxıram, belə eləyirəm. Belə və durub onu ya tullayacağam, ya onu gözümün qabağından çıxardacağam. Çox qəribə bir şeydir. Sinirlərinizə toxunur. Bir dəfə elementar bir şey deyim. Bir dəfə hardasa 2000 neçənci il idi. Təzə o lakirovanlı deyək də lak belə çəkmələr, uzun çəkmələr çantası ilə dəbdə iri çantanı almışam da xoşuma gəlir. Tağı müəllim o çəkməyə baxdım, əsəblərim getdi. Geyinməmişəm, amma xoşuma gəlib almışam. O məndə bir qıcıq ürək bulantısı yarandı. Mən onu kiməsə verdim, dedim gözüm görməsə bu əşyanı. Bilmirəm bu nə məsələdir, bu nə xüsusiyyətdir. Sizə məxsus bir xüsusiyyətdir. Hər insanda fərqli-fərqlidir. Fərqli. Bax, dediniz ki, insanın nə hadəsi? Mən azı İnsanlar insan mənə yox, heç bir. İnsan Ki, mən tək üzürsəm olanda, otaqda belə, harada olsam, tək özümü xoşbəxt edə bilirəm. Düşüncələrimlə, xəyallarımla, neynəsəm mən xoşbəxt edə bilirəm özüm. Amma orada bir dənə o Bilirsiniz, Tural qardaşım dediyi bir dənə negativ söhbət ya adam qutardı da. Çox oxuyursunuz deyə ona görə özünüzü düşüncələrinizdə rahat eləyə bilirsiniz. Sən gecələr yatay tağı. Hə, çox oxumaq düz Çox deyil. mütaliə eləyəndə insan özü ilə rahat qala bilir tək olanda. Yəni Mən özünü o qədər öyrəndiyim şeylər Tək var mən ki, də istəyirəm sevirəm beynimdə olmağı. onları analiz edim hətta. Ki, tək buraxın məni, qoy Əksində belə analiz edim. insanlar Analiz təcrübə dedi eləyirlər beynində olurlar. analiz. Bax, bu indiki anda 100% hamımız nəsə düşünürük. Buradan danışırıq, amma beynimizdə başqa bir şey. Nə fikirləşdiniz beyninizdə? Bizi dinləyə-dinləyə, amma səmimi Mən deyin. fikirləşdim ki, Tağı müəllim bu yalnız qalmaq məsələsi ilə bağlı. Mən də tək səyahətlər eləyirəm, tək özümlə qala bilirəm, tək kinoya gedə Evdə bilirəm. deyirəm, mamam deyirəm, bala, tək nətər səyahət deyirəm, amma mən onu xoşlayıram. Tək səyahət sevmirəm. Yox, yanımda kimsə. Əgər depressiya, bax kim istəyir depressiyadan çıxsın, biz kişi depressiyaya düşmürük də. Qadınlarda Az çox olur. düşürsünüz. Misal üçün belə məndə stress ola bilər. Düşdüm ya məsələn o dəqiqədə qalxıram. Orada qalma yoxdur. Stressli belə deyək. Stressli günlərimi unutmaq, ümumiyyətlə stressdən çıxmaq istəyirsənsə, sıfırlanmaq istəyirsən tək çıx səyahətə. Boş şeydir. Yanında adam danışdısa qurtardı. Həmin şeyi dörsən. Vallahi düz deyirəm. O da xarakterə görə dəyişir. Adam var ki, cəmiyyətdə olmağı sevir, dostlarla çıxmağı sevir. Adam var ki, təkliyə meylli olur. Bəli, biz cəmiyyətdən danışırıqsa, görürsünüz ki, fərqli-fərqli 4 nəfərin fərqli düşüncəsi, adaptasiyası, kimi tək gəzmək istəyir, kimi doğma insanla, kimi sevdiyi insanla, kimi ailəsi ilə birgə, uşaqları ilə birgə gəzmək istəyir. Yəni, söhbət tək gəzməkdən getmir də, həm söhbət olmaq istəyir, kimi də, Tağı müəllim demişkən, mən tək çıxıb gəzə bilərəm. Mən də təkliyi bir də gözə, evdə o qədər sevirəm ki, heç kim olmaz, uşaqları göndərsən arasa, deyirsən, bir neçə saat. Necə sevirəm, ruhum dincəlir. Müəyyən bir yaşdan sonra, 40-ı Konkret, əsl keçəndən dincəlmək sonra daha ondadır. çox Yox, insan. məndə uşaqlıqdan var Var, o hə? təkliyi sevmək. Doğrudan. Anam arasa gedirdi, elə sevinirdim ki, mən təkəm. O uşaqlıqdan var məndə. Onda rahatlıq Bəlkə evi tapıram. idarə eləyə bilirmişsiniz, özünüzü sərbəst, rahat hiss Sərbəst, edirsiniz, sərbəst, bəli, bax onu qəşəng Çünki dediniz. sizin xarakterinizdə var. Hə, sərbəst. Sərbəstliyə meyillilik, Sərbəstliyə, bəli, bəli. Ona görə Məndə də sevirmişsiniz. bəlkə ona görədir mən belə. Ola bilər, belə. Amma bu insan doğuşundan irəli gəlir. Məncə burada artıq valideynin tərbiyəsindən getmir Temperament tipləriniz sərbəstlik. var da, Bəli. Vətən xanım bizim. Sizin temperament, siz sanguiniksiniz. Sanguinik temperament tipləri sərbəstliyi sevəndir, özünü idarə etməyi sevəndir, Mən çox xahiş edirəm. izzətçildir. Baxın, sənədləşdirmə gedəndə asan xidmətdə ki, o belə şəxsiyyət vəsiqəsi alırıq, o şeylər də yazılsın. Vallahi düz deyirsən. Valla düz dəyişkən deyirəm. deyil, Mən bu cür insanam. Bəli, o dəyişkən deyil. Maraqlı olar, Vətən xanım. Və bizim xarakterimiz onun fonunda Hə, Tağı formalaşır. müəllim, bir Misal üçün hüquqşünas kimi. bazı olaraq Bütün informasiyalar steroidəm verirsin tutaq ki, sən. mən qalır steroid. O hamı bilir ki, steroid nədir? Hamı deyəndə bilənlər bilir də. Amma üstündə o yaşadığım şeylər biraz əlavə eləyə bilər. Bilirsən, paranoyalıq Bəli, əlavə bəli, olur, nə bəli. bilim nələr Yo, yo, var yo. bir şey. Ya da pasport belə deyək də o keçir səni xaricdən oxuyurlar ki, istiriçka. Ha, bu ilə çox şey eləməyik. Buyurun, buyurun. Xoş gəldiniz. Bunlar hamısı
hamısı olmalıdır əslində. Hətta mən belə deyərdim ki, o İraq-Iraqda elə xəstəliklər var ki, məsələn, ürək keçməsi nədir? Bunlar da qeyd olunsun. Düzdürmü? Misal üçün, Əslində, nə deyirlər ona? Tutanda Epilepsiya. Epilepsiya. Bax, o da qeyd olunmalıdır ya sənətdə. Çünki elə şeylər ola bilər ki, aha, tez şəxsiyyət vəsiqəsinə baxıldı ki, bunun belə bir xəstəliyi var və ilk Və yardım. insan özünü tapıb tanımaq üçün əslində seansa gedib onu Maraqlı öyrənməlidir. olardı. Biz tələbələrlə eləyirik Mən dərs təklif zamanı, verdim. onları keçəndə başlayırıq bir-birimizin temperament tiplərimizi, xarakterimizi araşdırmağa. Bəli, məsələn, mən səhv fikirləşsəydim, Tağı mənim deyərdi ki, ay, sən nə danışırsan? Amma görürsünüz ki, dedikcə, nə bilim, bir insan kimi də, belə. Niyə qan qrupumuz yazılır, qoy onlar da yazılsın. Siz tibb aləminə xoş gəlmişsiniz, yəni, bəli, Tural müəllim. İndi biz serialımıza baxacağıq. Bura nə tibb, nə hüquqşünas, nə bilim, nə ZAKS, nə məhkəmə, nə polis, heç bir şey bura kömək edə bilməyəcək. Bu dəqiqə Xəyanət serialında vəziyyət gərgindir. Turalın gəlib bir belə cəmaatın yanından vıy eləyib gəlib keçməsi, mən əslində deyirdim o qayıdacaq. Sən demə, mən yanlış fikir yürütdüm. Haradasa inanırdım ki, bəlkə yazığı gələr qıza. Elə bütün o hadisələrin sıfırdan başlanması Turalın yenə də Turalın atdığı addımdan asılı oldu. Baxaq. Tural niyə belə bir şey eləsin axı? Arsız elə məndən soruşursunuz. Cəvahir, biz heç nə bilmirik axı. Bilirsiniz. Elə başdan bu planı hazırlamısınız, hə? Bizi sındırmaq istəyirsiniz də öz aləminizdə. Cəvahir, boş-boş danışma. Bir deyin görək nə olub axı. Mən göstərəcəm boş necə olur. Siz bilirsiniz Tural hara getdi, hə? Tural o qıza getdi yenə. Yenə o qızın yanına getdi Tural. Gələcək də, hə? Pərvanə. Gələcək qızım, sakit ol, gələcək. Mən də gedirəm. Lalə! Tural! Lalə! Bu nədir? Hara gedib Tural? Bibi, siz dəqiq bilmirdiniz. Ay qızım, hardan bilirdik? Neyniyir bu? Nə baş verəcək, məsələn, bir proqnoz edək, qarşıda 2-3 gün ərzində. İndi bilirəm ki, Tural bu barədə bilir, yəni çəkilişin, ssenarinin gedişatından biz və tamaşaçılara maraqlıdır. Tağı müəllim, nə ola bilər qarşıdakı 2-3 seri? Siz niyə belə dodağının altında belə... Dedim, Turaldan söz almaq olar. Heç kimi ara bilmir. Ay, yox, Tural nə Sizdən deyəcək ki? soruşaq. Yaxşı, sizdən soruşaq. Mən də belə deyim, aşağı-yuxarı gözləyirəm ki, indi Cəvahir xanım nəsə planlar qursun. Qardaş, bazarda deyil, aşağı-yuxarı qiymət yoxdur. Burada konkret qiymət. Konkret nəsə deyə bilmirəm. Amma o səhnənin, o ən maraqlı səhnədən biri, o bilmirəm, indi o izləmişsiniz yoxsa, o Tural maşın gələndə mən qaçıram evə, deyirəm ki, Kiram müəllim yezinə gəldi. Gəldi, onu izlədi. Kürəkən gəldi. Aha. Nə baş verəcək bilirsən, amma sadəcə açıqlamaq istəmirsən. İkram müəllimdən qorxuram sözün düzü. İkram müəllimdən qorxursan. Sirlərimizi, komanda olaraq sirlərimizi paylaşırıq. Həyatda qorxduğun bir şəxs, insan varmı ki, doğrudan ondan çəkinir? Qorxmaq demək yox, belə qorxdum. Hansı ki, doğrudan ondan çəkinirsən də, onun yanında danışmağa, oturmağa, durmağa. Böyüklərimizdən çəkinirəm hamısından. Yəni, qorxmaq məsələsi deyil bu, yenə deyirəm. Yəni, ümumiyyətlə davranış baxımından, danışacağım söz baxımından həmişə çəkinmişəm. Ümumiyyətlə bizdə uşaqlıqdan belə olur ki, yəni ailədə hamı mütləq şəkildə böyüdən çəkinmişik. Adam elə tərbiyə alır. Rolunla xarakterin tam əksidir də, yəni söhbət yoxdur. Keçən dəfə Ülviyə Xəlbəyli burada olanda gördüm ki, danışdıqca dedi ki, qıcıq yaradır rolum məndə. Səndə necə, qıcıq yaradırmı? Deyir ki, mən əslində rolumu oynayıram, qadınlara yaraşdırmıram ki, qüruru aşalanır, qürursuzdur, belədir, elədir.
Valla biz İncəsənət Universitetini bitirəndə bizim üçün önəmli bir detal vardı. Rəhmətli Xalqar Akif müəllim, mənim müəllim olub. Gözəl insan. Bizdə bir şey vardı. Yəni biz tamaşalarda, tədbirlərdə bəzən baş rol oynayırdıq. Bəzən bir kəlmə sözümüz vardı, qılınc saxlayırdıq. Bizim üçün heç vaxt rolun başı, ayağı olmayıb da. Bir epizod da olsa onu oynamalıydıq, mənfi müsbət. İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişsiniz. Ülviyə isə rəssamlığı bitirib, ona görə elədi. Hə, onu Ay bilmirəm. sağ ol. Buradan da hər Bax, insan burada fərq görürsünüz, bilinir. Fərq var mı? Düşüncədə fərq olur da. Düşüncədə Biz- fərq var. bizə belə öyrədib. Mənim Adamı üçün elə də fərq etmir öyrədiblər. rolü. Bəli, adamı elə öyrədiblər, elə yazdırıblar, elə oxudublar. Mən sizə bir şey deyim. Gəlin bir şey deyim də. Baxın, bəzən elə olur ki, serialın məsəl üçün anonsu atılır da bizə, hə? Birinin anonsda bir damcı rolu düşür. Bir də görsən belə, mən paylaşmıram, mənim üçün anonsda görünmürəm. Axı bu birgə iş birliyidir ki, mən görünməyim, nəyəmə lazımdır? Mən onu paylaşıram, deyim, mən anonsda yoxam. Ümumiyyətlə anonslar həmən seriyada nəyin qabarıq olacaq Bəli, hadisələri gedişatdan görürük. daha çox nəyə işarə vurulur, o qabarılır. Ola bilər ki, heç nəzakət Maraqlı olsun yoxdur deyə, məsəl baxımlı üçün. olsun Mətanətin deyə. obrazı çox Bəli, kiçikdir orada. Amma digərləri, mən deyim ki, mən orada salmamısınız belə şey. Bax, bu da var ha, bax, bu da var. Elə paxıllıq, nə bilim, içdən gələn bir şey. Qeyri-professionallıqdır da. Mən də onu hər insan düzgün işində saymıram. professional olmağı bacarmalıdır. Məncə də, Ona məncə görə də, də. yəni qeyri-professionallıq başqa bir şey Və ona demək görə də elə Turalı alqışlayıram. Yəni deyir ki, müəllimimiz belə deyib ki, budur. İnsan həyatda bir başqadır, rolda bir başqadır. Mən Buna düşünürəm görə ki, sevməliyik rolumuzu. çətin obrazları bacarmaq daha çətindir. Nəinki gözəl, yaxşını oynamaq. İndi bir şey də deyim, bu cür kaprizlər insanı rol almamağa sövq edir. Sonra 100%. düzdürmü? Nəticələrini oynar. Deyirlər ki, bu nə rol veririk, onu bəyənmir, belədir, elədir. Və sonra deyirlər ki, niyə məni çəkmədilər? Niyə belə oldu? Və Niyə məncə elə insan çox oldu? özünə uğurlu göstərə də bilməz. Bəli, o cür Fazil Salayevalar rəhmət eləsin. Həmişə bu çıqqılı rollar alırdı filmlərdə, böyük filmlərdə, bədii filmlərdə. Daha çox mozalandı onu biz sevirdik və əlbəttə tamaşalarda da yenə də epizodik rollarda. Amma görün neçə il keçib, Allah rəhmət eləsin. Aktyor neçə ildir dünyasında yaşayır, amma Fazil Salayev adı var. Yəni onu indi bilirlər. İndiki gənclər bəlkə də tanımırlar, məcbur deyillər, yazıqlar idi. Çünki nə göstərilir, nə bir şey, nə da yada düzdür, salınır. bəli. Bu da var. Baxın, hərdən Təəssüf düşürük ki. ki, uşaqların üstünə, gənclərin üstünə. Hay, filan kəsi tanımırsan. Onu da təbliğ etmək lazımdır. Evdə durub Qara Qarayev əsərini dinləməyəcəklər ki. Düzdürmü? Hansısa Nə bir sosial şəbəkədə, guşədə, nə televiziyada sosial şəbəkədə, görmürsə, heç qutardı olmasa da. məktəbdə və yaxud da ki, küçədə keçəndə hansısa bir əsər səsləndirilsin. Bu dünyanın hər bir yerində belədir. Bizdə də eləyirlər yavaş-yavaş. Deyirsən, bu klassik əsərdir. Bir maraqlanım, kimdir? Filan kəsdir. Üzeyir Hacıbəylinin əsəridir. Qaldı Gözəldir. yadda. Qaldı. Onu hardasa bir 20 il keçsə, deyəcək bu Üzeyir Hacıbəylinin əsəridir. Bəlkə düz demirəm, təbliğatdan çox şey asılıdır. Düşməyə indiki Məhtan xanım, gənclərin bir şey üstünə deyim də o sizə. qədər. Bu şəxsi təcrübəm bizdə də onu mənə dedi ki, zorla sevgi olmur. Misal üçün, mən özümü zorla gözə soxurum və yaxud da ki, üsyan eləyim ki, niyə onun qabağını yeməyə çox qoydunuz, mənim qabağıma az qoydunuz. Bu şeylər sən demə əslində insana heç bu qədər də başucalığı gətirmir. O dediyisi artıq onu dışlamağa başlar, yəni uzaqlaşdırmağa başlar ki, bu belədir. Mən elə ki, gəlir ki, biz öz içimizdə axtarmalıyıq ki, axı mən hansı davranış elədim ki, mənim qabağıma yeməyi az qoydular, ona çox qoydular. Harda səhv eləmişəm? Bəlkə peşəkarlığımda zəiflik var, bəlkə insanlığımda problem var. Məncə adam özlərində işlədikcə bir də görürsünüz ki, o daşlar yerinə oturur. Hər kəs öz yerinə oturur. Düzdür qadam. Yəni inanmıram ki, Müslüm Maqomayev özünü gözə soxmaq üçün nəsə dərdən qabıqdan çıxsın. Adam sadəcə kral olub da. Adamı hara gedib elə kral kimdə qarşılayıblar. Çünki o Müslümdür. O vaxtı İşi olmuyor. göstərib də onu, işində göstərib Yəni eləcə də digər. Sən əgər Müslüm Maqomayev, ya mən tutaq ki, deyə bilərəm. Bu gün düz danışırıq, haqsızlıqlar var. Məsəl üçün bayağı musiqilər artıq tüğyan eləyir filan feşman. Amma o dəqiqə sual olur o birislərə. Yaxşı, o siz dediyiniz kimi, ay o klassik oxuyanlar, ay güclü oxuyanlar. Siz də girişində çıxardın da. Baxın, deyirsiniz o bayağı musiqilər. Düzdür, bizim mövzumuz deyil, amma yenə də misal gətirəcəm Ümumi nəyə. yaralı O gün yerimizdir. radioda nəyə dinləyirəm? Belə şanson, o Aydınçikin bir mahnısı, bir yarı yarı var var, həcinin, onun onun adı. Siz təsəvvür edin ki, Respublikanın xalq artisti Brilliant xanım onu necə gözəl oxuyub. Allah.
Mən o mahnını istəyirəm. sevdim Brilliant xanım. Necə gözəl oxuyub Biz uşaq onu. vaxtı qulaq asırdıq onu. Çox qəşəng. O vaxtın dövrdə Bəli, şanson bəli, bəli. musiqi bu ayrıdır. Mən şansonu bayağı aldandırmıram ha. Şanson bir başqa Şanson bayağı deyil, bəli. gözəldir. Amma yenə də təqdimatdan asılıdır. Hə. Necə gözəl onu oxuyub Brilliant xanım. O qədər sevdim. Biz radioda tütün boy, radioda, adətən radioda elə musiqilər verilmir. Düzdür. Amma onu necə gözəl təqdim. Deməli, təqdim etməkdən çox şey asılıdır və eləcə də ssenari gözəl olanda iki qat aktyorun üzərinə məsuliyyət düşür ki, onu gözəl oynamalıdır. Bu da var. Bəzən ssenari zəif olur. Yenə də iki qat aktyorun boynuna məsuliyyət düşür ki, orada improvizələr edim, orada artıq öz performansımı göstərim. Qoyduq bunu bir kənara. Lalənin vəziyyəti və hal-hazırda ümumiyyətlə İkramın ailəsində baş verənlər. İkram dedi ki, mən bu işi belə qoymaram. Kim olsa elə deyər. İkram çox səbirlidir. Çoxsa ən bəlkə də səbirli insan odur. Bacısına qarşı belə addım atmaq əlbəttə hansı qardaşın xoşuna gəlir. İndi düzdülər, qoşdular. Yenə də deyirəm ki, Tural heç də düz Düzələməz. etmədi. Mənə Bəli. görə düzələməz. Baxaq. Ta get Fərdaha çağır get. Başa düşmədim. Nəyə başa düşmədin, İkram? Da biz burada qalıb nə edəcəyik? Sənlə danışırsan ki, belə də olmalıdır. İkram, başa düş. Mən də bu saat sənin vəziyyətindəyəm. Bilmirəm Tural niyə belə elədi. Amma heç də narahat deyilsiniz. Biz sənə hansı dildə söz deyək? Yaşar olsa da əsəbiyəm. Elə eləmə ki, Turalın iyisini tökümsün üstünüzə ya. Biraz çox oldun, elə bilsən. Sən kəs səsini vəbşə. Da sakit ol sən. Düz deyirlər. Sən məsələn deyil, qarışma. Və sənin də məsələn deyil. Ümumiyyətlə heç biriniz qarışmayın. İndi necə olacaq Mahmud, hə? Tural öz aləmində bizi ələ saldı da, hə? Sən bilirsən də mənə belə eləyən axırı nə olur da. Hədə qorxu gəlirsə, hə? Mən sizə xəbərdarlığımı eləmişdim. Demişdim ki, heç bir problem olmasın. Düzdür? Yaxşı İkram. Mən özüm bu məsələni həll eləyəcəm. Həll elə. Tək ki, sən həll eləyə biləsən, Mahmud. Mən eləsəm yaxşı olmayacaq, özdə təkcə Tural üçün yox. Yaxşı, İkram. Mən sözümü dedim. İndi gedə bilərsiniz. Get, get Fərdanı çağır gedək. Deməli belə, mən indi bir bölümün deməli bir hissəsinə də baxıb söhbəti istəyirəm davam etdirək. Tural hara gedir? Gəlir Mələyin yanına. Yəni Mələyə deyir ki, belə bir şey etdim. Mələk qəti razılaşmır ki, sən yəni düzgün etmədin. İstəyirəm ki, qoy bir dəqiqə fikrimi bildirim. Gəray, sənə buradan demək istəyirəm ki, gələn mövsümdə arada bir sırada düş, bizim də fikrimizi al, bir tamaşaçı kimi. Hərəmiz bir ideya deyək. Olar mı? Sizin dediyiniz bir sinə oxşadı. Qonşu olsa da o senarisi elə eyni. Eyni bir şey. Getdik. Eləyək. Alınmadı. Eləyə bilmədim. Niyə də Tural, sən bunu eləməliydin? Mən bugünə kimi qorxaq həyatı yaşamamışam. Bundan sonra da yaşamaq istəmirəm. Başa düşdüm. Deməli, sən mənim getməyimi gözə almısan. Oldu, gedərəm. Nə getməyim hələ? Nə getmək? Tutar da unut da getsin də. Tural, sən mənə söz vermişdin, başa düşmürsən? Mələk, verdiyim söz səndən dəyərli deyil ki. Deməli, dəyərliymiş də üstündə durmadınsa. Bax, Mələk, indiki vəziyyət ola bilər mən səhv eləmişəm. Sonraki həyatımız üçün ən düzünü eləmişəm. Sonraki həyat zat yoxdur, Tural, bitti. Əgər sən fikirləşirdin ki, bunu eləməklə biz birləşəcəyik, elə şey olmayacaq, bil. Sən niyə belə eləyirsən? Əşim, amma dedim də niyə eləyirəm də. İndi bilirsən nə olacaq? Aləm dəyəcək bir-birinə. Cəhənnəmə dəysin. Cəhənnəmə dəysin, nə olur olsun da. İstəmirəm də, evlənmək istəmirəm. Məcburdur. Mama qurban, get bir dənə Mələyin yanına, qoyma çıxıb getsin. Qoyma çıxıb getsin. Lazımdır, mən gəlməyim ümumiyyətlə bu evə. Yaxşı oğlum, yaxşı. Biz
Biz deməli burada müzakirə edirdik o hissəni də izləyəcəyik. Çünki 2 gün əvvəl olan o hissədəki Dilarə deyir, sən məcbursan bunu eləməyə. Sanki elə bir onun qulağında sırğı oldu. O sözə görə də addımını atdı. İndi belə elədi. Biz indi bunu qoyduq bir kənara. Baxa-baxa hərəmiz bir fikir irəli sürdük. Dedik ki, məsəl üçün ananın yox, mələyin yox, nəsə Dilarənin sözü batdı bunun başına. Seanslarda da belə olur Mətəd xanım. Eləmi? Bax, biri var ailədən deyilən, daim eşitdiyimiz, o valideyn bir sözü daim uşağa deyir. Uşaq o qədər o eşidir ki, onun üçün adiləşir. Amma seansda adi bir kəlmə belə o insanı özünə qaytara bilir ki, mən əslində bunu istəyirmişəm. Bildiniz, məsləhət deyil ha. Sadəcə o sən kənardan onun əslində nə istədiyini görürsən, amma ona elə uyğun cümlə qurursan ki, o özü onu başa düşsün. İndi bir şey var. Yadınızdadır, Böyük Dayaq filmində Rüstəm kişi, mən o həmişə ona baxanda uşaqda qorxurdum. Öz əksi ilə danışır. Mən dedim, ayala bu necə ola bilər? Yəni dərk etmirdim ki, bu necə ola bilər axı? 2 dənə kişi o necə danışır bir-birinə? Olurmu siz də özünüzlə danışırsınız? Deyim, bax uzun illər bizə nəyi təbliğ ediblər? Özündən danışırsansa dəlisən. Yəni düzdür da, elə deyirlər. Sovet dövründə elə idi ki, buna baş xarabdır, öz-özünə danışır. Yəni belə bir şey. Amma son dövrün belə deyək də kəşf olmuş elmləri hər bir belə deyək də sonuncu sübuta yetmiş elm bizə təsdiq elədi, sübut elədi, daha doğrusu göstərir ki, bizim içimizdə 2 dənə var. Psixologiya deyir elə bunu. Psixologiya, bəs də. Biri şuuraltımızdır, yəni ruhumuzdur, bir də var şuurumuz, yəni əqlimiz. Deməli, mənim üçün də elə 2 dənə mətanət var. Yox, içimizdə kiçik bir uşaq var Mətəd xanım. O ruh var, o böyüməyən uşaq, o ruh var, o həm çox güclüdür, həm də böyüməyən bir uşaqdır, o heç. Amma hər şeyi də bilir, hər şeyi bilən uşaqdır. Sadəcə arzusu, istəyi fərqlidir də. Yəni ki, Rastamovski elə bilmir. Elə bir ki, sizə görə deyirsiniz ki, bu qələmi götürmək olmaz. Şuurunuz deyir ki, ay bu da buna oğru yenməzsən. Amma şuuraltı uşaq deyir, yox, götür. Realistdə götür. Həmin o ürək odur. İnsanı idarə edir. Həmin o ürək odur. Şuuraltıdır. Bildiniz də, ürək deyir ya. Şuur və şuursuzluq. Siz də danışırsınız, üzr istəyirəm. Öz elə bil ki, həmin o ürəyi bizlənmi deyib. Ki, sən məni hara aparsan? Axı sən bu nəfsi istəklərin var da, sən nə deyirsən ki, bunu istəyirəm filan. Axı mən deyirəm, axı bu olmaz. Bəlkə belə eləyək. Oradan qəfil cavab gəlir. Bax, onu da sizə deyim, belə bir şey var NFP-də. Birinci cavab, onunla bilirsiniz də, Milyon Şouda sonuncu mərhələyə kimi gələn bir kişi vardı. Danışmışdınız onunla. Adam, ümumiyyətlə, kim istəyir özünə bir dənə sual versin, sual ver. Həmin saniyədə, nə bilim, 0,1 saniyədə birinci cavab nədirsə, bilin ki, o düzdür, onu eləyin, mütləq eləyin. Sonra artıq sizə alladırlar şeytanı. Yox, elə deyir, elə deyir. Desə ki, elə, desə ki, eləmə. Mən dəfələrlə bunu sınamışam, açıq öz həyatımda da super alınıb. Yəni ki, bunu eləyin. Baxın, indi Tural, bilirsin, tək yaşayırsan sən. Bu daha çox tək yaşayanda insan özü ilə götür qoy eləyir, danışır, eləyir. Hətta mətbəxə keçəndə də öz-özünə danışır. Məndə də olur bəzən belə şey ki, evdə tək olanda danışır. Yox, əslində normal bir şeydir. İnsan özünü tərifləməyi də bacarmalıdır, tənqid etməyi də bacarmalıdır. Bir də bir şey deyim də, baxın, özünüzü tərbiyə etmək bir şeyi var da ki, mən nəysə səhv edirəm, amma içimdəki o tağı müəllim demişkən, deyir, yox, belə eləmə, belə elə. Nəyi dəyişərdiniz o içinizdəki o 2-ci, 3-cü Turalla? Dərin sual oldu biraz mənim üçün. Tək qalanda, yəni danışırsınız ümumiyyətlə. Əvvəlcə bir dənə sual istəyirsən ki, necə bax, danışır, niyə danışmır? Biraz məndə... Bəkdən yox, içində danışmaq, yəni. Məsələn, mənim üçün ən böyük problemlərdən biri odur ki, bəzən çox tədirginəm, bir şeyləri tez olmasını, zamanın tez ötməsini, məsələn, bir şeyi əldə eləməliyəm, bunun üçün bir il lazım, istəyirəm o bir il tez geçsin. O bizdə də var, o səbirsizlik, tez olur. İstəyirəm ki, məsəl üçün, onları olmasında mən daha, məsəl üçün, tək qalanda bəzən mən panik atak yaşamışam, psixologumuz bilir, panik ataklar yaşamışam, çox ciddi. Və bu panik atakın əsas təşviş pozuntusu yaşamışam. Panik atak, təşviş pozuntusu daha əvvəl olur, daha sonra çevirir panik ataka, uzun müddətli olur. Onun məndə o şey qalıb ki, məndə bəzən içimi yeyir, qəribə ssenarilər qururam, qəribə düşüncələr falan, amma onun fərqinə vardığım an deyirəm, bu panik atakdır, mənə qalib gələ bilmir, özümü döndərəm. Səbəb nədir o panik atakı belə özünüz içinizdə? Onun səbəbləri çoxdur. Səbəb çox olur. Əsas səbəblərdən biri oldu, mənim aşırı məsuliyyət
Qorxular da məsuliyyət götürməyin və bəzi şeylərdə qorxu yaratmağın. Qorxular kökündə dayanan. Bankada da borcunuz yoxdur? Var idi. Fikirli miqdarda borcum var idi. Ondan yaranmışdım. Hə, oradan deyirsən. Bax gördünüz. Qorxulardır da. Mən niyə Allah hər tərəfi yaradıb? Sənə Məsələn, xanım, məsələn bir işi görürük. Deyirəm ki, bu işi cəsarətlənib bu işi görürəm. Sonra onun mərhələsi var ki, mən bunları eləməliyəm və o mərhələlər adamı qorxutmağa başlayır ki, birdən bu işlərimiz alınmasa bunu necə eləyəcəm? Bu beyin ki, bir-birini içəridən yeyir və təşviş yaranır. Bu avtomatik bir pozuntuya gətirir. Reklam necə sizin içinizdə təşviş yaratmır ki? Bir su içərəm reklam olsa. Hə, keçdik. Reklamdan qayıtdıq və nəsə danışırdılar. Mən burada cızma qarama aparırdım və Günay xanım dedi ki, danışarsınız, maraqlıdır. Bu səs tonunda. Nədir o maraqlı olan? Bizə də bir çatsın. Panik atakın əlamətlərini bilmək istəyirəm ki, hansı formasında olubdu, hansı dərəcədə olubdu və necə öhdəsindən gəlibdi. O çox önəmlidir. Son zamanlar çox adam bundan əziyyət çəkir. Ümumiyyətlə bir şey... Gənclərdə də çoxdur, gənclərdə də var. Mən bir şey, üzr istəyirəm, bunu deyim sizə. Məndə bu ki, məsələn, müalicə periodu oldu, həkimlər müəyyən diaqnozlar falan qoydu. Amma mən içim sakit deyildi. Mən tam olaraq mənə nə baş verdiyini bilmirdim. Çünki panik atağın bəzən təsirlər gəlir. İnsan istəyir bu dəqiqə öləcəm, əllərim belə dəhşətli asmağa başlayır. Tək qala bilmirdim falan. Sonra bir həkimə getdim. O həkim, dedim ki, o həkim mənə bunu başına izah elədi. Mənə hər detallı, nələr baş verə bilər, bundan nələr ola bilər, nədir falan. Mən o otaqdan çıxdım və dedim ki, bu artıq keçdi məndən. Qorxdun çıxdın ha. Yox, o mənə izah elədi. Bilirsiniz, həkim əminlik verir. Onun sadəliyini göstərdi. Yəni qorxuldu eləsindir. Əslində buna görə baş verir. Çox üstün. Mən nə ilə mübarizə apardığımı biləndən sonra mən üçün problem yoxdur artıq. Çünki o realda olmayan, düşüncədə olan qorxular. Realda baş verməyən. Bilmədiyindən qorxur həmişə. Mən bildim ki, məsələn, panik atakdır, ürəyim sıxıla bilər, nəfəsim darala bilər, əsmə stop. Bunları artıq bilirəm deyə mən üçün rahatam. Və o tez keçirə bilir də. 5 dəqiqə, 10 dəqiqə keçir. Bu çəkiliş anında, prosesində, zamanında baş verirmi? Çəkiliş zamanında? Hər an ola bilir. Mən bu detalı biz Kərəm məndən xəbərsiz bunu bir ssenariyə əlavə eləmişdim yəni obrazıma. Nəsə bu Əkbər həyəcanlı bir şey işə yaşayan kimi dedim ki, İşğal müəllim mən panik atağım tutdu, mən nə edəcəm? O deyir ki, özünü yığışdır. Mən dedim ki, panik ataq gəldi mənə, panik ataq gəldi. Bu salmışdıq belə, amma belə biz bunu komik variantında salmışdıq. Həm də ki, düşündüm ki, bəlkə ona baxan insanlar da düşünsün ki, bu panik ataq bəzən həyəcandan yaranır, amma əslində komik bir şeydir. Beynimizdə olan bir komik bir şeydir. Çünki reallığı yoxdur. İnsan düşüncəsində yaranan qorxularıdır. Ailə qursaq necə? Həkim məsləhət elədi. Kömək olar. Həkim məsləhət ki, ailə qurmalı. Bəli, deyək ki, tək yaşamaq olmaz. İnsan var ki, tək Allah şahidindir ki, bayaqları danışdıqca istədim deyim ki, tək yaşayanların böyük əksəriyyəti panik atak olur. Xüsusən qadınlarda ümumiyyətlə problem olur. Tək yaşamayın. Qardaş, bunu şəriət də bəyənmir. Bunu ümumiyyətlə konkret həkimlərin qanunu. Çünki tək olan zaman insan özü-özü ilə baş-başa qalır. Mən keçən verişdə söz vermişəm, evlənəcəm, sağ olsun. İnşallah. Biz buradan elanımızı eləyək. Mən namizədini tapıb söz verirəm. Gəlin belə eləyək. Baxın. Maşallah, yarlı yaraşıqlı. Yarlı yaraşıqlı. 2 dənə evin var da sən, yoxsa bir dənədir? Saçları, baxın, görün necə gözəldir. Bax, nəsə ev dərdi çəkilmiş. 2 dənə ev var, maşını var. Aylıq gəlirləri var da, nə olmalıdır? Rolu var əslində. Bəli, indi biz bilmirik, gələn mövsümdə gəray ona oturub indi bəlkə acığa deyətdi yanın. Yarsa pozacam rollarını onun hamısını. Bütün bunlardan da ən əsası gördüyümüz qədər sadə, səmimi və mehriban bir insandır. Ən böyük kriter də budur. Baxın da qızlar, yaşınız nə qədərdir Tural? 33. Cənnət əhlinin yaşıdır. Ən gözəl, insan super, ən gözəl yaşıdır 33. Ruslarda deyir ki, onu harada? 33'də. Большая прогулка. Большая прогулkada Людef'in əsnələri. 33 İngiliz olur. İndi belə. Və bir xanım var ki, burada əslində Cəvahir xanımı göstərəndə, baxanda Tural deyir ki, biz siz necə yaxşıdır. Hər gün bizə nəsə deyir, şirniyyatlar pişirir, gətirir. Mən çox xahiş edirəm, o şirniyyat pişirilən anda mənə də qonaq çağırır. Mən də sevirəm şirniyyatla çay içməyi. Cəvahir xanımın obrazını yaradan o gözəl xanım, Qəmər xanımı niyə çağırmırıq biz? Bir gün də Qəmər xanım çox istəyərdim. Çünki mən o xanımın obrazı hamıya, belə deyək də, mənfi tıklanır, amma mən bu xanımı çox sevirəm. Ola bilsin ki, tamaşaları var, teatrdan çıxa bilmir, amma yenə də gəlin biz gedək Qəmər xanımın çalışdığı teatrda çəkək bunun bir hissəsini, nə olar ki? Usta da götür özümüzdən. Və Cəvahir xanım deyir ki,
Pərvanəm. Belə təsəvvür edirəm, o belə danışır axı. Bundan sonra gününüz dar olacaq. Bəli, getdik. Cəvahir, heç olmasa sən İkramla danış. Nə danışım? Nə danışma İkramla? Sənin oğlun bizi doluyur, hə? Bu nə oyundur başımıza açırsınız? Siz əvvəldən bilirdiniz də, Tural istəmir. İstəməsəydi razılaşmazdı. İndi güya bu ağlı ilə bizi doluyur da bu, hə? Yox Cəvahir, o elə eləmək istəmirdi. Yəqin düşünüb ki, bacarmaz. İstəsə hər şey eləyə bilər, bildin? Cəvahir, xahiş edirəm. İkramla danış, ağılsız bir şey eləməsin. Nə danışım? İkrama mən indi heç nə deyə bilmərəm. Əsəbidir. Elə əsəbidir ki, ona heç bir söz təsir eləmir. Başa düşdün? Bəlkə mən danışım. Lazım deyil. Mahmud söz verib. Axşama kimi bu məsələni həll eləyəcək. Əgər həll eləməsə, onda bax, sizin gününüz qara olacaq. Belə Cəvahir xanıma baxanda belə mən də qorxuram burada. Niyə qorxursunuz? Cəvahir xanım belə zəhmi. Aşirət anaları bayaq Gözəl dediniz, oynayır, gözəl, çox aşirət. gözəl oynayır o xanım obrazını. Mən çox sevirəm belə Türkiyə seriallarında həmişə izləyirdik. Zəhmli qadın. Görsən bu eyni şeyi göstərir burada. Xanıma yaraşır da. Çox yaraşır. Görüntüsünə Hətta o yaraşır. baş örtüyü yaraşır. Bəli. O belə. İnci yaradır. Onun qırqızılları filan hamısı belə o abu-havanı Bəli, verir. o abu-havanı verir. Adi hətta belə gümüşü bir üzükdə taxanda, məsələn, mənə gümüş rənglər çox da yaraşmır da, hə. O gümüşü üzüyü taxır, o qədər gözəl görünür ki. Yəni bunu Daşıya daşımaq biliriz, var, Sizə bir bəli. şey deyim. İndi onun içindəki o ilanlıqdan danışmayaq. Amma bir evdə indi ata yoxdur da, deməli görürük də indi anadır. Ümumiyyətlə evdə bir böyüyün, valideynin belə söz sahibi olması, belə o evə həmişə bərəkət gətirir, bilirsiniz onu. O ev həmişə bərəkətli olur. Budur mu bərəkət? Bu gərayın bərəkətidir. Bu fəlakətdir. Bu gərayın yazılır. Mən reallıqdan danışıram, həqiqətən də hansı evdəki ana və yaxud ata yoxdur, indi anadır. Ana əlin üstündə saxlanılırsa, ana belə deyək də, başda oturursa, o evdə 5 dənə qardaş olsa, gələcəklər də gəlir düz ananın yanında cəmlənir. İnan mənə, o ev ömür boyu ac qalmır, susuz qalmır, ancaq bərəkət yağır ora. Ondan da gözəl şey ola bilməz. Bir dəqiqə, baxın, ananız sizinlədir də, öpürəm onu buradan. Bax, maaş zad alanda, indi pulunuz olanda, ananıza verirsiniz pulu. Xətrimə dəyərs. Elə şeyim olar. Elə şeyim olar. Anaya verilən, elə bir ki, bankdır da, misal üçün 500 manat verirsənsə, 5000 artıq gözləyir mən orada. Bundan gözəl bank var. Özdəki həmişə də deyir ki, oğlum verdi bunu. Ay ana xərcdə. Onu verdilər, qayıp. Yox, abala sənin özün deyirəm, nə özü mən kənara atır. At, yox, ya qızıma eləyəcək, ya nə bilərəm. Mən də anama həmişə gətirib maaşı verəndə, dedim, nə ürəyim istəyir alı, git, nəyə xərcdirsən xərcdə. O da belə atırdı kənara, onun da həmişə mama bank deyirdim ona. Dedim, səndə pul olacaq, səndə var. Yox, pul verirsə, sonra məndən alırsa babam deyir. Amma həqiqətən kənara atırdı. Yox, elədir. Və sonra bir də görsən ki, nəsə, məndə var pul, istəyirsən verim. Deyirəm, mən sənə pul vermişəm. Məndə pul var, istəyirsiniz, baxın, budur söhbət, budur həyat. Allah böyüklərimizi qorusun. Amin. Əlbəttə ki, valideyn çox önəmlidir. Mən çox üzr istəyirəm, kim, indi öz evinə baxsın, kim anası ilə, atası ilə arası yaxşı deyilsə, biz bunu demək, sadəcə təkrarda sizdə bərəkət vardır, təkrar faydalıdır. Deməli, ümumiyyətlə, bütün Ruzinin kanalı atadan gəlir. Çünki ata adətən çöldə pul qazan ata olub da, atadan gəlir. Xoşbəxtliyin isə kanalı anadan gəlir. Kim istəyir xoşbəxt olsun? Konkret, xoşbəxt olmaq istəyirəm də həyatda. Ana ilə mütləq sən münasibətini gözəl qurmalısan. Ana səni sevməlidir, bağışlamalıdır, əhv eləməlidir. Sən də onu, fərqi yoxdur. Xeyr-dua məsələsi var. Eləcə də ata ilə də kim istəyir ki, doğrudan da pulu gələ bilər, bərəkəti olmaz. Yəni bilirsiz də pul gəlməklə deyir, gəlir pulun bərəkəti. Pulun bərəkəti olsun, mütləq atası ilə arası yaxşı olmalıdır. Əgər evdə ata yoxdursa, baxın, iki obrazın ikisini də ana artıq da belə oturub orada. İnanın mənə, vallahi billahi deyirəm, kim anasının arası pissə, onun evində bərəkət yoxdur. Getsin evinə baxsın. Günay xanım,
Pul yığırsınız mı? Kassada, ne bileyim, kartda mı? Yığa bilmirəm. Yalan deyil. Biz verilişi bitirəyin də araşdırarıq.